Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Müqəddəs Ramazan ayı İslam dinində digər aylarla müqayisədə fərqlənir. Xəbər verilir ki, dinə görə bu ayda müsəlmanlara oruç tutmaq, gün çıxandan gün batana qədər qida qəbulundan imtina etmək, eləcə də digər qadağalara əməl etmək vacib buyurulub. Ramazan ayı niyə hər il fərqli tarixlərdə başlayır? Orucluq ayı kimi tanınan bu ay Hicri qəmər təqvimində Ramazanın birində başlayır. Amma bu müqəddəs ayın başladığı gün miladi təqvimdə fərqli tarixlərə təsadüf edə bilər. Çünki Hicri qəmər ilə miladi təqvimlərdəki ilin uzunluğu arasında gün fərqi var. Hicri qəmər təqvimi İslam Peyğəmbərinin Məkkədən Mədinəyə hicrət etməsi vaxtından başlanır. Hicri təqvimində günlər ayın vəziyyətinə görə təyin edilir. Bu təqvim 12 aydan ibarət olsa da, aydakı günlərin sayı 29 və ya 30 olur. Miladi təqvimdə bir il 365, Hicri təqvimdə isə 354 gün olaraq hesablanır. Hicri qəməri ili miladi ilindən 11 gün qısa olduğu üçün Ramazan ayı 2030-cu ildə 2 dəfə əvvəlcə yanvarın 5-də, sonra isə dekabrın 26-sında qeyd olunacaq.